məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, dərhal o xoşa gəlməz işlərlə məşğul olan öz cəzasını alacaq. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən sadəcə olaraq pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxartsın. Məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, dərhal o xoşa gəlməz işlərlə məşğul olan öz cəzasını alacaq. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən sadəcə olaraq pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxartsın.